Bir vaxtlar lağ etdikləri bu qaradərili qız o qədər varlandı ki, onun hekayəsini eşidəndə şok olacaqsınız. 1902-ci ildə anadan olan Sarah Rektor sadəcə adi bir Afro-Amerikalı qız idi. O dövrdə qaradərililər üçün imkanlar məhdud idi. İrqçilik hər yerdə hiss olunurdu. Sarah və ailəsi digər Afro-Amerikalılar kimi dəyərsiz hesab edilən torpaq sahələri ilə kifayətlənməli olmuşdular. Onun adına qeydə alınan 64 hektarlıq torpaq isə quru, əkinə yararsız və heç bir dəyəri olmayan bir ərazi idi. İnsanlar gülür, bu qız bu torpaqla nə edəcək ki deyirdilər. Ancaq 1913-cü ildə gözlənilməz bir şey baş verdi. Sarahın torpağında neft tapıldı. Üstəlik gündə 2500 barel hasilat verilirdi. Bir gecədə bu balaca qız milyonçuya çevrildi. Amma bu onun üçün yeni çətinliklərin başlanğıcı idi. İnsanlar bunu həzm edə bilmirdi. O dövrün cəmiyyəti üçün bir qaradərili qızın varlı olması ağla sığmaz bir şey idi. Söz-söhbətlər yayıldı, qəzəblər artdı. Hökumət belə onun sərvətindən narahat oldu. Sarah hələ uşaq idi, amma artıq ağdərli bir qəyyumun nəzarətinə verilmişdi. Onun öz pulunu idarə etməyə haqqı yox idi. Daha da irəli gedənlər oldu. Qəzetlər yazmağa başladı. Sarah ağdərli biri ilə evlənməlidir ki, cəmiyyət onu qəbul etsin. O isə susurdu. Hamı onun bu sərvəti tezliklə itirəcəyinə, ağılsız bir uşaq kimi davranacağını gözləyirdi. Amma yenə də yanıldılar. Sarah öz pullarını ağıllı şəkildə idarə etməyə bacardı. Bahalı evlər aldı, torpaqlarını genişləndirdi, daha da varlandı. O sadəcə təsadüfi bir milyonçu değildi. O uğurlu bir iş qadınına çevrilmişdi. Artıq heç kim ona dəyərsiz torpaq sahibi olan qız deyə bilməzdi. Onu aşağıladılar. Onun uğur qazanmasını istəmədilər. Amma Sarah heç kimə boyun əymədi. O tarixə qara milyonçu qız kimi düşdü və dünyaya bir mesaj ötürdü. Səni aşağılaya bilərlər, amma sənin necə yüksələcəyinə yalnız sən qərar verirsən. Sizinlə mən Samir Zahidoğluydum. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Görüşərik.